Hər birinizi salamlayıram. Bu videoda biz danışacağıq keçmişdə ilişib qalmaqdan. Keçmişdə niyə görə ilişib qalırıq? Ümumiyyətlə, keçmişdə ilişib qalmaq bizə nəsə qazandırır, nəsə əldə edirikmi, yoxsa yox? Bunlara bir toxunaq, gəlin bir bunları sorğulayaq, dərindən baxaq. Bir çoxlarımız ümumiyyətlə keçmişdə çox ilişib qala bilirik. Keçmişlə barışmaq, bir növ belə deyək də, qəbullanmaq o moduna ki deyirlər, ona keçmək əvəzinə daha çox keçmişi sorğuluyuruq, keçmişdə ilişib qalırıq. Bəzilərimiz bunun fərqindəyik, bəzilərimiz isə yox. Belə deyək də, bəzən ola bilir ki, şuur altında bəzi məsələlər qalır, hansı ki, sənin bəlkə də keçmişdə hər hansı bir hadisə baş verib, valideyninə deyə bilmədiyin söz və ya da ki, bir növ yaşaya bilmədiyin hisslər şuur altında qalır və bir növ bu arxa fonda yenə davam edir. Yəni arxa fonda yenə işləyir. Çünki orada tamamlanmamış bir məsələ var, hansı ki səndə bitməyib və bu çox ağır gəlir sənin sinir sisteminə və bu somatik bir şəkildə bədənində özünü göstərə bilir. Çiyinlərini həddindən çox sıxa bilirsən, çiyinlərində ağrı ola bilir, boynunda ağrı ola bilir və ya da ki, həddindən çox başda yaşaya bilirsən, miqren ağrılarını tuta bilir, baş ağrıların ola bilir. Bu şəkildə özünü göstərə bilir və keçmişin yüklərini bir növ geridə qoya bilmək, keçmişin yüklərindən qurtulmaq o qədər vacibdir ki bizim üçün, xüsusən bizim sinir sistemimiz üçün. Çünki bizim sinir sistemimiz bunları bir növ öz yaddaşına yazır və bu şəkildə olur ki, o davamlı şəkildə, yəni orada arxa fonda proses gedir və əslində unutmaq deyə bir şey də yoxdur və unudulmur. Yəni biz şuurlu şəkildə nələrsə ignor etsək də, nələrsə unutdum zənn etsək də, əslində arxa fonda o özü bir növ öz tempinə uyğun, özü bildiyi şəkildə işləyir. Və ona görə məsələn dəstək almaq, terapiya almaq bu baxımdan çox vacibdir ki, biz o məsələlərə dərindən və bir növ belə deyək də hissə-hissə toxunaq, ilmək-ilmək toxunaraq onları bir növ yenidən inşa etməyi, yenidən bərpa olunmağı öyrənirik əslində. Çünki orada yıxılan, orada qırılan, orada dağılan nələrsə var və ora baxmaq lazımdır. Ora baxıb yenidən oraları bərpa etməyə çalışmaq və bərpa etmək lazımdır. Çünki buna bir ehtiyac var. Çünki sən yetkin olaraq yeni nələrsə etmək istəyirsən, bəlkə də bir növ belə deyək də, hər hansı bir məsuliyyətlər almaq istəyirsən, istəklərin var, xəyalların var, yəni normal olaraq və bu xəyallarına getməyə mane olan yer bilirsən nədir? Keçmiş yüklərindir. Onlar bir növ qapanmadığı, bağlanmadığı təqdirdə sənin bütün enerjin, bütün resursun ora gedir və dolayısıyla bunlar səndən çox böyük bir maddi və mənəvi olaraq əslində çox böyük bir resurslar, çox böyük bir enerji aparır və bu da təbii ki, illər boyu sənin bəlkə də beyində yaşamağına, bəlkə də bir çox şeylərə addım atmamağına, bir çoxlarının bir növ belə deyək də, ətrafında bəlkə də eşidə bilirsən ki, yəni sənin potensialın var, amma sən niyə belə edirsən, sən sanki o deyilsən və ya da ki, sən niyə bu qədər tənbəlsən, sən niyə bu qədər, yəni tutaq ki, hər hansı bir məqsəd qoyub ora doğru irəliləmirsən, ertələyirsən, yəni sən niyə beləsən və ya da ki, bəlkə də öz içində deyirsən ki, mən niyə beləyəm görəsən. Və burada bir növ belə deyək də, yeni bir səhifə açmaq üçün, yeni bir səhifə yazmaq üçün, update olunmaq üçün, necə ki, məsələn, telefonda biz güncəlləyirik, update edirik, bizim şuur altımızın da buna ehtiyacı var, yəni yenilənməyə, yeni bir proqrama, yeni bir inanclara və eləcə də inanc və bunu davranışa da bir növ yansıtmaq çox vacibdir ki, davranışa da öz əksini tapmalıdır. Bunu bundan öncəki videoda danışmışdım və dolayısıyla bu davranışda öz əksini tapdıqca, yəni kiçik addımlarla ilmək-ilmək işləndikcə artıq yəni sinir sisteminə də oturtmağa başlayır, yəni oturmağa başlayır və vərdişə çevrilir və artıq o sənin üçün yad deyil də öyrəşdiyin və bir növ belə deyək də sənə tanış olan bir şeyə çevrilir.
Dolayısıyla burada vacibdir ki, həmin o köhnəyə baxa bilmək, köhnə yerlər, orada tıxanmış nə ki hisslər varsa, hansı ki ifadə olunmamış nələr varsa, onları bir ifadə edib gün üzünə çıxarmaq, bir onlara baxmaq, onunla bir kontakt, əlaqə qurmaq çox vacibdir və eləcə də çox dəyərlidir. Bunlar olunduqca, sənin çünki bu əsas ehtiyacın da hazırda. Bu ehtiyacın qarşılandıqca, artıq növbəti etapda sən yeniyə bir növ enerji ayırmış olursan, yəni bir növ enerjin artıq ora getmir də, keçmişə getmir də, artıq sənin öz indiki anıva, yəni indiki anda artıq nəyə ehtiyacın varsa, nə kimi planların varsa, bu şəkildə artıq sərf etməyə başlayırsan. Çünki artıq yəni şuurlu şəkildə də bunu etməyə başlayırsan, avtomatik, yəni bu bir davranış halına gəlməyə başlayır. İçində nələrsə səni bir növ hərəkətə keçirməyə sövq edir ki, yəni bir növ belə deyək də, dur bunları eləyək bu şəkildə. Və çox dəyərlidir ki, bu prosesdə dəstək alasan. Bu sənin üçün kimdirsə və ya hər nədirsə o şəkildə başlaya bilərsən. Çünki keçmiş yüklər, keçmiş yaşanmışlıqlar sənə hazırda bir çox şeylər qata bilir eyni zamanda. Yəni bir növ fayda və daha böyük bir perspektivdən, daha böyük bir yerdən baxsaq, əslində sənin bəlkə də indiki kimliyinə və indiki halının formalaşmasına, indiki versiyaya çox da yaxşı əslinə toxunuşları var eyni zamanda. Hər nə qədər yaralı və acı gəlsə də, pis hiss etdirsə də, bəlkə də səni içdən içə bəzən dəyərsiz, yetərsiz hiss etdirsə də və ya da ki, bəlkə də bəzən ola bilər ki, həddindən çox acı, ağrı verir və sən deyirsən ki, mən bunları yaşamamalıydım. Həyatda bəzi şeylər var ki, onlar ümumiyyətlə həyatda bir çox şeylər bizim əlimizdə deyil və baş verənlər sənə qarşı deyil, sənin üçün olur. Bunu həmişə qeyd edirəm. Baş verən hər bir şeyə, bu travmatik təcrübə olsa belə, çox ağır bir təcrübə olsa belə, bizə bir növ belə deyək də, bizə həm fayda, tam olaraq fayda da deyil də, böyük bir perspektivdən, böyük bir pəncərədən baxanda bizim üçün olduğunu bizə qarşı deyil, bizim üçün. Yəni bizim ən yüksək xeyrimizə olduğu üçün bu yerdən baxa bilsən və eləcə də oradakı o duyğuları da təmas etməyə bacarsan. Çünki təkcə zehni nöqteyi nəzərdən, məntiq nöqteyi nəzərdən baxmaq prosesi tam olaraq sağaltmır. Sən orada o hissləri də yaşamağa icazə verməlisən və ilkin etapda onsuz bu kimisə günahlandırmaq, bir növ belə deyək də, qəbul etməmək, ignor etmək, qaçmaq və ya necəsə çox ağır gələ bilir. Yəni çünki o yaşanmışlıqlar və çox ağır ola bilir və eləcə də bir növ onun yasını tutmaq da lazımdır. Yasını tutduqdan sonra artıq başlayır bir növ özünü boşluqda hiss edə bilirsən və ya da ki, sənin yeni bir proqramlara, yeni bir proqramlanmağa və yeni bir inanca ehtiyacın olur. Və həmin o inancı oturtduqca da, yəni bu zamanla olur, dediyim kimi kiçik addımlar burada çox vacibdir. Çünki sənin yaşadıkların bir il ərzində formalaşmayıb, sənin yaşadıkların illər boyu, illər ərzində bir növ səni həm yaralayıb, həm də formalaşdırıb. Dolayısıyla onlara yəni bir gün və ya da ki, bir seans ərzində işlənib sehirli şəkildə dönüşməsinə inana bilməzsən. Yəni belə bir şey mümkün deyil. Bu utopik bir gözlənti olar özündən və terapiyadan. Dolayısıyla bu ilmək-ilmək işlənir və orada bəzən duyğular dalğalana bilir. Bəzən düşünə bilirsən ki, bağışladım, sanki bitdi, amma bəzən yenə tətiklənə bilirsən. Səni tətikləyən hər hansı bir hadisə baş verə bilir. Və ya da ki, o üzləşməli olduğun və ya da ki, bəlkə də qarşılaşdığın insan ki, onda bilmədiyin bəlkə də hadisə onunla bağlıdır. O insanla üzləşdikdə də, yəni o insanla qarşılaşdıqda da bu hisslər yenidən baş qaldıra bilir. Sadəcə sən artıq daha bir növ belə deyək də, immunitet qazandığın üçün bununla bağlı baş etməyi də artıq bacara bilirsən. Emosional olaraq özünü idarə edə bilirsən, o vəziyyətdən çıxa bilirsən. Artıq səni əvvəl qədər yıprata, əvvəl qədər səni incitməyə bilir.
Yəni proses bu şəkildə baş verir və etap-etap gedirik burada. Yəni etap-etap gedir. Bu proses yəni bu şəkildə işləyir. Yəni heç bir halda biz birinci pillədən üçüncü pilləyə addımlaya bilmərik. Necə ki, məsələn biz məktəb oxuduqda da bu şəkildə gedirik. Və ya da ki, sənin 5 yaşından sonra 6 yaşın gəlir. Yəni 7-yə keçmirsən. Bu şəkildə, yəni mərhələli şəkildə gedir və bir növ sən sonrakı mərhələdə artıq daha rahatlamış və dinc hiss edirsən. Yəni sənin bütün resursun, düşüncələrin, fikirlərin ora getmir. Artıq sən orada daha qəbullanmış, daha belə dinc, sakit, o anda deyirləri, o hala gələ bilirsən. Yəni o vibe-a gələ bilirsən və bu çox dəyərlidir. Yəni belə keçmişdə qaldı. Əsas olan indiki andır və dəyərli olan da indiki andır. Ona görə indiki anda nələr edə bilərsən, nələr əlindən gəlir, bunlara bir bax, bunlara fokuslanmağa çalış, kiçik addımlarla başla, onsuz daha sonrası mütləq gələcək. Belə. Növbəti videolarda görüşənədək YouTube kanalımı izləməyə ala bilərsən. Abunə olub eləcə də rəy yaza bilərsən və ya da ki, növbəti videoların hansı mövzularda olmasını istəyirsən, onları qeyd edə bilərsən və məndən seans almaq istəsən də aşağıda qeyd edəcəyim əlaqə nömrəsinə yaza bilərsən. Belə. Hələlik bugünlük bu qədər.